Hər vaxtınız xeyir olsun dostlar. Mən Tayraba Nihal. Qəbula təkrar düşmə ehtimalı yüksək olan sualların izahı ilə davam edirik. 51-ci sualdan başlayıram. Kompüterin əsas xarakteristikalarına aid olmayanları seçmək lazımdır bu dəfə. Deməli, biz bilirik ki, hər kəs tərəfindən araşdırılan, axtarılan və elmi əsaslara sahib olan, əsasən daha doğrusu elmi əsaslara sahib olan belə faktlar kompüterin əsas xarakteristikası kimi qəbul edilirlər. Amma kiminsə şəxsi maraqları, zövqləri isə şəxsi, belə deyək ki, istəkləri bu kompüterin əsas xarakteristikalarının arasında götürülmür. Yəni kompüterin nə qədər sahə tutması. Yəni siz böyük kompüter istəyirsiniz, yoxsa çantanızda daşınacaq qədər kiçik kompüter istəyirsiniz? Bu kompüterin əsas xarakteristikalarının içərisində təbii ki də öz əksini tapmır. Aid olmayanlar soruşulduğuna görə bunu götürəcəm. Kompüterin yaddaş tutumu hamını maraqlandıran, hamı üçün ortaq fikir olduğuna görə əsas xüsusiyyətdir. Əmrlər sistemi, yəni bu kompüter RISC yoxsa CISC arxitekturasına işləyir. Yəni bu kompüter məhdud əmrlər yerinə yetirə bilər, yoxsa geniş tərkibli əmrlər yerinə yetirə bilər. Bu hamı üçün önəmli xüsusiyyətdir. Bunu götürəcəm. İstehsal kampaniya tamamilə şəxsi fikirdir. Əsas xüsusiyyətlərin içərisində deyil təbii ki də. O səbəbdən də bunu götürməyəcəm. Üzr istəyirəm, daha doğrusu götürəcəm. Aid olmayanlar soruşulur. Xarici qurğuların sayı buna nə qədər qurğu taxmaq olar? Bu yenə də kompüterin əsas xüsusiyyətlərinin içərisində mövcud deyil. Hesablama dəqiqliyi, yəni registra eyni zamanda neçə bit informasiya yerləşə bilir? Çox önəmli bir nüansdır kompüterin dəqiq işləyə bilməsi üçün. O səbəbdən əsas xüsusiyyətlərdən biridir. Təsvirlərin keyfiyyəti isə kompüterin monitoru ilə əlaqəli ola bilər. Kompüterdə tək monitordan ibarət olmadığına görə əsas xarakteristikaların içərisində təsvirlərin keyfiyyətini də götürmürük. O səbəbdən də aid olmayanlar istəyirdi, bunu qəbul edəcəm. Deməli, 1, 4, 5 və 7 bizim sualımızın doğru cavabları olmuş olacaq. 52-ci sualda raster təsviri kompüterin yaddaşında necə göstərilir? Bilirik ki, biz raster təsvirlər çoxlu-çoxlu xırda piksellərdən ibarət olurlar. Yəni deyəcəm ki, hər bir pikselin yerləşmə və rəng ardıcıllığı şəklində raster təsvirlər öz əksini tapır kompüterdə. Piksellərdən ibarət olur, yəni ki, raster təsvirlər. 53-cü suala baxıram. ADSL bağlantı vasitəsilə verilənlərin ötürülmə sürəti 10.240.000 bit böl saniyədir. Bu bağlantı ilə faylın ötürülməsi 5 saniyə davam edirsə, faylın kilobaytlarla ölçüsünü təyin etmək lazımdır. Biz demişdik ki, böl saniyə suallarında dərhal tənasüb qurmaq lazımdır. Mənə deyir ki, 1 saniyədə burada göstərilmiş vahidin açıq aydın versiyasını yazacağam sizə. 1 saniyədə 1024 vur 1000. Açıq yazacağam ki, ixtisar asan da olsun. 1024 vurulsun 1000 qədər siqnal ötürülürsə, 1024 vurulsun 1000 bit siqnal ötürülürsə, bəs 5 saniyədə neçə bit ötürülər? 5 saniyədə yazıram x bit. İndi buradan x tapacağam. Deyəcəm ki, x bərabərdir. Çarpaz şəkildə vursam 5-i bura vurmalıyam, düzdürmü? Vuracağam, yazacağım 5 vurulsun 1024 210 deməkdir. 210 vurulsun 1000. İndi bura nədir? Bu bitdir, düzdürmü? Bəs cavabı məndən nə ilə istəyir? Kilobayt ilə. O zaman mən biti kilobayta çevirməliyəm də. Böl 1 də var burada, çünki 1 var burada. Biti kilobayta çevirmək üçün nə etməliyəm? Kiçikdən böyüyə doğru getdiyimə görə bölməliyəm. Və bitlə kilobaytın arasındakı məsafə də 2/13 olduğu üçün mən bunu gərək 2/13-ə böləm. Tamam, bölək də. Deməli, 2/13-ə bölərkən buradakı yuxarıdakı 2/10 ilə aşağıdakı 2/13 ixtisar gedir və burada qalır 8, yəni 2/3 qalır. 1000 ilə də 8 ixtisar gedir və 1000 ilə 8 ixtisar gedəndə səhv etmirəmsə 125 qalır. Bunu da vursam 5-ə eləyəcək 625. O da eləyəcək nə? D variantı. 54-cü suala baxaq. Google axtarış sistemində axtarış apararkən istifadə olunan dəqiqləşdirici link nəyi bildirir? Məsələn, tutam mən sizə öz YouTube hesabımın linkini atıram. O atdığım linkin üstündə nə var? Sizin mənim YouTube-uma gəlib çıxmağınızı sağlayacaq olan istinadlar var, düzdürmü? Deməli, linkin vəzifəsi göstərilmiş ünvana, yəni məsələn, mənim göstərilmiş YouTube ünvanıma
olan istinadları öz üzərində saxlayan veb səhifəni axtaracaq. Həmin o veb səhifəni axtaracaq ki, siz gəlib mənim YouTube-ma çıxa bilərsiniz, düzdürmü? Deməli B variantını götürürəm burada. Deyirəm ki, göstərilən ünvana istinadları öz üzərində saxlayan. Yəni sırf həmin o ünvanı axtaran. Çünki burada artıq linki qoyuram ki, dəqiq olsun da, yəni başqa yerə gedib çıxma ehtimalı olmasın. Sırf həmin ünvanı istinadı öz üzərində saxlayan veb səhifəni axtarsın. O səbəbdən də elə bu B variantı linkin tərifidir. B variantını götürürəm düzgün cavab kimi. 55 verilmiş A və B ədədlərinin hasili. Biz demişdik ki, 2-3 ədədin hasili, cəmi və çıxılması həmişə xətti alqoritmlərə aiddir. Amma artıq 4 və 4-dən çox olarsa, o zaman dövrü alqoritmlərə aid olur. İndi burada cəmi cümlətanı 2 dənə ədəd verib deyə, şərt filanda yoxdur da, heç bir şərt qoymayıb deyə, o zaman mən bunu xətti alqoritm götürəcəm. Yəni 2 dənə ədəd veribsə, deməli dövr etməyəcəm. Elə bunu A-nı B-yə vuracam, işim bitəcək. Və heç bir şərt də verməyib mənə. Demir A mənfi olsun, yoxsa nə bilim B sıfırdan fərqli olsun. Heç bir şərt də verməyib deyə, deməli budaqlanmaya da ehtiyac yoxdur. O zaman nə edirəm? Mən bunu xətti alqoritmi götürürəm. D variantı. 56-cı suala baxırıq. Cədvəl nədir? Cədvəl relyasiya modelli verilənlər bazasının əsas obyektidir. Heç bir relyasiya modelli verilənlər bazasını cədvəlsiz təsəvvür etmək olmaz. Həm əsas obyektdir sözünü variantlarda görsəm cavabı cədvəl kimi götürə bilərəm. Həm də sətir və sütundan və ya bilirsiniz ki, biz verilənlər bazasında sətir və sütuna sahə yazı da deyə bilərik. Sətir və ya sütundan, sahə və ya yazıdan təşkil olunan bir obyektdir kimi bir şey də görsəm, yenə cavabı cədvəl götürə bilərəm. İndi baxaq nə verib burada? Bir və ya bir neçə formadan verilənlərin oxunması, verilənlər bazasında olan informasiyanın çapını. Deməli verilən ümumiyyətlə biz demişdik ki, harda çap sözü görsəm onu hesabat götürürəm. İndi burada bax elə birbaşa gözüm sataşdı D variantına. Görürsüz sahə və yazı yazıb. İnformasiyanın sahə və yazı formasında saxlanılmasını, sahə yəni sütun, yazı yəni sətir formasında saxlanılmasını təmin edən obyekt nədir? Cədvəldir təbii ki də. Ona görə də burada sualımızın doğru cavabı olacaq D variantı. Keçdik 57-ci suala. Servis proqramlarına nələr aiddirlər? Servis proqramları kompüter üçün fəhləçilik edən proqramlardılar. Ona xüsusi xidmət göstərən proqramlardılar. Yəni, məsəl üçün, kompüterdə hər hansısa bir yer sınıbdırsa onu təmir eləyir ya da sınmış bir yeri üzə çıxardır, axtarır. Bu şəkildə servis göstərir, xidmət göstərir kompüterlərə. İndi biz demişdik ki, tərkibində əməliyyat sözü olan şeylər baza proqramlarına aid olurlar. Ona görə B variantı getdi. Daha sonra burada da əməliyyat sözü var. Yenə bu da baza proqramlarına aiddir. Sonra nə edirəm? Tətbiqi proqram paketi elə tətbiqi proqram paketlərinə aiddir. İndi biz bilirik ki, sistem proqramları 2 yerə bölünür, düzdürmü? Sistem 2 yerə bölünür. Baza, bir də servis proqramları, düzdür? İndi servis proqramlarının içərisində var antiviruslar, arxivatorlar və utilitlər. Yəni nədir bu utilitlər? Disk defragmenter olsun, disk cleanup olsun, scan disk, task schedule kimi proqramlar utilitlərə aiddirlər. Bazada da demişdik ki, tərkibində əməliyyat sözü olanlar bazaya aiddirlər. Əməliyyat örtükləri, əməliyyat sistemləri, şəbəkə əməliyyat sistemləri. İndi niyə görə bunu deyirəm? Çünki biləsiniz ki, tətbiqi proqram ümumiyyətlə ayrı bir dünyadır. Ümumiyyətlə sistemlə heç bir əlaqəsi yoxdur. Sistem kompüterin işinə yarayanlardır, tətbiqi bizim işimizə, insanın işinə yarayan proqramlardır. Ona görə bu da getdi. Örtük, yəni əməliyyat örtükləri bilirsiniz ki, aiddirlər baza hissəsinə. Utilitlər, antiviruslar, arxivatorlar isə servis hissəsinə aiddirlər. 58-ci suala baxaq. Burada göstərilən diaqramın hansı diapazon əsasında qurulduğunu bizdən soruşur. Biz bilirik ki, bizim diaqramımız saat əqrəb istiqamətində yazılır. Saat əqrəb istiqamətində birinci hissəyə birinci verilən, ikinci hissəyə ikinci verilən, üçüncü hissəyə isə üçüncü verilən yazılır. İndi fikir versinizsə, məndə birinci ilə üçüncünü toplayanda, bax görürsünüz 17% ilə 33% toplayanda 50% əldə edə bilirəm. Yəni, mənim diaqramım elə qurulubdur ki, birinci və üçüncünün cəmi ikinci hissəyə bərabərdir. O zaman elə bir diapazon tapmalıyam ki,
birinci həmən o diapazonun birinci qiyməti ilə üçüncü qiymətini cəmləyəndə ortadakı ikinci qiyməti əldə edə bilim. O da hardadır? Gəlin baxaq. Deməli, əgər A1 C3-ü götürsəm, bax buranı götürsəm, 450 birincidir, 37 üçüncüsüdür. O zaman gərək mən 450 ilə 37-ni cəmləyəndə 125 vermiş olsun. Getdi. İndi ikinciyə baxıram. Buna baxın. İndi 30 ilə 390-ı cəmləsəm həqiqətən də 420 verir. Bu düzdür. Amma indi bir dənə də buna baxın. 170 ilə 330-u cəmləsəz 500 də verəcək. Yəni bu da düz olur. Amma indi siz bir dənə faizlərə baxın, bir dənə də qiymətlərə baxın. Faizlərim 17, 33 və 50-dir. Sizcə 17, 33 ilə 50-ni 170, 500 və 330-a uyğun götürsəm daha düz olmazmı? Rəqəmlər də görürsüz eynidirlər də, demək olar ki, 170-i 17%-ə, 500-ə 50%-ə, 330-u da 33%-ə uyğun götürə bilərəm, düzdür? O birislərin faizləri daha az uyğun gəlir. O səbəbdən də bunu götürmürəm. Cavab kimi A3, C3 olan hissəni götürürəm. Təbii ki də riyazi üsulla hesablayıb da tapa bilərsiniz onu. Həqiqətən də görəcəksiniz ki, 170, 500 və 330 uyğun gəlir. Amma indi imtahanda riyazi üsuldan biraz qaçınmaq yaxşıdır ki, vaxtımız az getmiş olsun. 59-cu sualda daxil etmə qurğularını göstərin deyə soruşulur. Çöldə olan informasiyanı bu qurğu vasitəsilə kompüterə daxil edəcəm. İndi görək hansı qurğulardır. Printer kompüterdəkini A4 kağız üzərində çölə çıxardır. Yəni çıxış qurğusudur. Skanner çöldə olan qurğunu skan edərək kompüterə daxil edir. Yəni məsələn barkod, malın üstündəki barkodu skan edərək kompüterə daxil edir. Monitor sistem blokunun, yəni prosesorun beynindəki informasiyanı monitor vasitəsilə çıxışa verir. Web kamera bizim selfilərimizi, görüntülərimizi, şəklimizi çəkərək kompüterə daxil edə bilmək üçün istifadə olunur. Plotter isə printerin daha böyük versiyasıdır, daha böyük ölçülü şəkilləri çapdan çıxartmaq üçün istifadə olunur. Klaviatura bizim beynimizdə olan informasiyanı kompüterə daxil etməyimizə kömək eləyir. Digitizer isə asan xidmətdə imzamızı kompüterə daxil etməyə kömək eləyir. İmza çəkirik, şəxsiyyət vəsiqəsi alanda məsəl üçün imza çəkirik və bizim çəkdiyimiz imza kompüterə daxil edilmiş olur. O səbəbdən də deməli burada sualımızın doğru cavabı nə olacaq? 2, 4, 6, 7 olmuş olacaq giriş qurğuları, yəni daxil etmə qurğuları A variantı. Növbəti sualda Word proqramında mətnin şriftini onunla hansı mərhələdə dəyişmək olar? Nə vaxt istəsəz dəyişə bilərsiniz. Sən çap etməzdən əvvəl çap etdim mətni, qayıdıb yenidən dəyişə bilərəm də onun şriftini. Yəni ki, çap edəndən sonra da geri dönüb dəyişmək olar. Çap edəndən sonra, yəni nə əlaqə, mən nə vaxt istəsəm dəyişərəm, yəni. Bəzən tələbələr çapdan əvvəl sözlə ilişirlər. Yəni çap eləyəndən sonra yenidən geri qayıdıb mətni dəyişmək olar şriftini, nə vaxt istəsəz dəyişə bilərsiniz. Mətn prosesorunun hansı görünüş rejimlərində üfüqi xəttkeş görünmür? Demişdik ki, əgər sözün sonunda 2 dənə T hərfi varsa, hər iki xəttkeş görünür. Yəni burada həm üfüqi, həm şaquli xəttkeş görünür. Outline sözün sonunda T hərfi yoxdur. Ümumiyyətlə heç bir xəttkeş görünmür. Həmçinin də belə çıxır ki, üfüqi xəttkeş də görünmür. Web layout bir dənə T hərfi var. Əgər sözün sonunda bir dənə T hərfi varsa, deməli yalnız və yalnız üfüqi xəttkeş hal-hazırda görünür. Ümumiyyətlə yalnızca üfüqi xəttkeşin göründüyü rejim mövcuddur. Hər iki xəttkeşin göründüyü rejim mövcuddur. Bir də heç bir xəttkeşin görünmədiyi rejim mövcuddur. Sonra read mode rejimində fikir versinizsə, burada da heç bir T hərfi mövcud deyil. Əgər heç bir T hərfi mövcud deyilsə, deməli heç bir xəttkeş görünmür, həmçinin də üfüqi xəttkeş də görünmür. Draft isə bir dənə T hərfi var sonunda. Bu deməkdir ki, hal-hazırda təkcə üfüqi xəttkeş görünür. İndi burada sualımızın doğru cavabı olacaq 2 və 4. Fayl və ya qovluğu necə açmaq olar? Təbii ki də lazım olan faylın və ya qovluğun üzərində mausun sol düyməsini 2 dəfə ardıcıl klikləməklə fayl və ya qovluğu aça bilərsiniz. Hardadır o? Deməli, lazım olan piktoqramın üzərində mausun sol düyməsini, amma mütləq sol düyməsini, sağ düymə çünki kontekst menü açır, 2 dəfə klikləməklə. Təqdimatlarda adətən ilk slayd necə olur? İlk slayda biz elmi dildə title slaydı deyirik. Təbii ki də ilkin slayd demək belə öz aramızda heç bir pis bir tərəfi yoxdur.
Amma indi biz onu titul slaydı kimi elmi literaturda qəbul edirik. 64-cü suala baxıram. D6 xanasının qiyməti neçə olacaq? D6 xanası burada fikir versinizsə, D6. B3-ü, yəni bax B3-ü, yəni 4-ü bölür C4-ə. Bax C4-ə. Amma 4 necə yazılıb? 4 dırnaq içində yazılıb. Dırnaq içində yazılmış ədəd sayılmır. O mətn sayılır. İndi dırnaq içində yazılan mətni ədədə bölsəniz, mətni ədədə bölmək mümkün deyil deyə dəyər xətası ilə qarşılaşacaqsınız. Yəni value xətası ilə qarşılaşacaqsınız. O səbəbdən də A variantı çıxır sualımızın doğru cavabı kimi. Siz heç bir mətni ədədə bölə bilməzsiniz, toplaya bilməzsiniz, çıxa bilməzsiniz. Dəyər xətası ilə qarşılaşmış olacaqsınız. IP ünvanının uzunluğu, ümumiyyətlə IP ünvanı 4 dənə sektordan ibarətdir bilirsiniz ki, hər sektorun arasında nöqtələr olur və hər sektor 0 ilə 255 arasında qiymət alır. Bu sektora yazılan qiymətin 0 yoxsa 255 hər hansısa bir şey olmağından asılı olmayaraq, hər sektor 1 bayt qədər yer tutur kompüter yaddaşında. Ümumilikdə 4 dənə sektor olduğuna görə ümumilikdə 4 bayt yer tutmuş olacaq. 66-cı sualda doğru fayl adı olmayanı seçmək lazımdır buradan. Deməli, siz bilirsiniz ki, faylı adlandırarkən qoşa nöqtə, qoşa dırnaq, qoşa nöqtə, slash işarələrindən hər hansısa birini, daha sonra sual, ulduz və böyük kiçik işarələrini istifadə etmək olmaz. Ancaq ad hissə üçün keçərlidir, unutmayın. Genişlənmə üçün heç bir problem yoxdur. Bir də John, daha sonra John 0-dan 9-a qədər hər hansısa bir qiymət yazmaq olmaz yanında. Məsələn, John 0, John 1 olmaz məsəl üçün. John tək yaza bilərsiniz, məsələn, bir problem yoxdur. L, P, T 0-dan 9-a qədər heç bir şey olmaz. Aux olmaz. Null olmaz bir dənə L ilə. Bunlar qadağandır. Bir də PRN olmaz istifadə etmək. İndi burada da John verib, deməli bu qadağandır da, olmaz. Tutaq ki, verilənlər bazasının hər hansısa bir cədvəli soyad, doğum ili, gəlir sahələrinə malikdir. Doğum ili böyükdür 1958 və gəliri 3500-dən kiçik şərti ilə verilmiş axtarışdan sonra o şəxslərin soyadları tapılacaq ki, doğum ili 1958-dən böyük olan həmçinin, yəni və ya yox və gəlirləri də 3500-dən kiçik olanları axtarım. O zaman nə edəcəm? Deyəcəm gəlirləri 3500-dən az, burada və ya yazılıb deyə bunu götürmürəm. Gəlirləri 3500-dən az və doğum ili 1958 olsun. O zaman gərək doğum ili bərabərdir 1958 yazardı. Burada amma böyükdür 1958 yazıb. O səbəbdə mən bunu götürmürəm. Daha sonra gəlirləri 3500-dən az olmayan, yəni burada az yazıb, amma burada az olmayan yazıb. Ona görə bunu atıram. Gəlirləri 3500-dən az və doğum ili 1959 və ondan sonra olan. Yəni 1958-dən böyük demək, elə 1959 və ondan daha sonra olanlar deməkdir də, düzdürmü? O səbəbdən D variantı bizim doğru cavabımız olacaq. 68-ci sualda sənəd yalnız oxumaq üçün açılıbdırsa, onunla bağlı hansı işi görmək olar deyə bizdən soruşulur. Yalnız oxuma, yəni read-only rejimində sənəddə hər şey eləyə bilərsiniz. Sadəcə olaraq etdiyiniz dəyişiklikləri save edə bilməzsiniz. Save as etmək olar, yəni fərqli cürə yadda saxlamaq olar, amma save etmək olmaz. Məsələn, bağlaya da bilərsiniz, çap da eləyə bilərsiniz, sənədi elektron poçtdan göndərə də bilərsiniz, amma düzəlişləri həmin faylın üstündə yadda saxlamaq olmaz. 1, 2, 4 olacaq sualımızın doğru cavabı. Növbəti suala baxıram. Sənəddə seçilmiş fraqmenti gizlətmək üçün HomeLand tabının hansı qrupundan istifadə etmək lazımdır? Vaxtımıza da baxaq. Həniz vaxtımız da qalır. Deməli, FontLand qrupundan istifadə etmək lazım gələcək. HomeLand tabının FontLand qrupuna daxil olanda burada dialoq pəncərəsini açırsınız və Hidden əmri ilə qarşılaşırsınız. Hidden seçilmiş fraqmentin gizlədilməsi üçündür. Gizlədilmiş və çapda görünməyən digər simvollar ki var, abzaslar olsun, boşluqlar olsun, onların da göstərilməsini, abzas simvolları, boşluq simvolları kimi şeylərin göstərilməsi üçün də buradakını, baxın, fikir verin.
Görürsüz, bunlar abzaslardır. Buradakılar abzasları bildirir. Bunu istifadə edə bilərsiniz. Deməli, burada cavab olacaq fond. Slaydların nümayişi zamanı nümayişdən imtina etmək üçün, yəni nümayişi bitirmək, sonlandıraraq çıxmaq üçün bir çox şeydə də imtina üçün istifadə etdiyimiz həmin o düymə olan escape düyməsini istifadə etmiş olacağıq. Mətn redaktoru WordPad nəyə imkan verir? WordPad-də mətn yarada bilərsiniz. Bir də həmin mətni formatlaya bilərsiniz. Yəni rəngli yaza bilərsiniz, altdan xətt çəkə bilərsiniz, qalınlaşdıra bilərsiniz və s. Bunların ikisini etmək olar. Yəni mətni formatlaşdırmaq olar, bir də mətni redaktə etmək olar. Sadəcə bu ikisinə icazə var WordPad proqramında. Cədvəl yaratmaq və veb səhifə ilə əlaqə yaratmaq istəyirsinizsə Word proqramını istifadə etməlisiniz. Burada gördüyüm cəmi qiymətini ikilik say sistemində hesablamağımı istəyir. O səbəbdən də mən nə edəcəm? Bunları götürəcəm, çevirəcəm, üzr istəyirəm. Bunu götürəcəm, çevirəcəm onluq say sisteminə. Əvvəlcə, çünki fərqli say sistemlərindədirsə əgər, mən bilirsiniz ki, hesablama əməliyyatı edə bilmərəm. Gərək eyni say sistemində olsun ki, hesablama əməliyyatı edim. İndi 1, 1, 0-ı götürdüm, çevirirəm onluq say sisteminə. Bundan ötürü nə edirəm? 2-nin qüvvətlərini yazıram bunun üstünə. 2 üstü 0, 2 üstü 1, 2 üstü 2. Sağdan başladım və qiymətlərini, qüvvətlərini yazdım. Aşağıya kimdə 0 düşürsə onu atdım. Yerdə qalanları da toplayıram. 2 üstü 2 ilə 2 üstü 1-i toplayıram yəni. 4 ilə 2 üstü 1 2 deməkdir. 2-ni toplayıram, buranın cavab verir 6. İndi deməli rahatlıqla hamısı onluq say sistemidirlər artıq, işləyə bilərəm. Deməli 20 üstə gəl 25 elədi 45, üstünə də gəldim 6-nı elədi 51. 51 məndən cavabı ikilikdə istəyir də, düzdürmü? Deməli 51-i çevirəcəm ikilik say sisteminə. 2-yə böldüm. Səhv etmirəmsə az öncə biz bunu hesablamışdıq onsuz da. Yenə də baxaq. Deməli 2-yə böldüm, düşdü 25 dəfə, qalıqda qaldı 1. 25-i böldüm 2-yə, düşdü 12 dəfə, qalıqda qaldı 1. 12-ni böldüm 2-yə, düşdü 6 dəfə, qalıqda qaldı 0. 6-nı böldüm 2-yə, düşdü 3 dəfə, qalıqda qaldı 0. 3-ü böldüm 2-yə, 1 dəfə düşdü, qalıqda qaldı 1. Tərsinə yazsam 1, 1, 0, 0, 1, 1 cavabını əldə etmiş oluram. Yəni doğru cavabımız bu şəkildədir. Belə, 73-cü suala baxıram. Aşağıdakı mülasirlərdən hansı doğrudur? Monitor daxil etmə qurğusudur. Bu il də qəbula düşmüşdü bu sual. Monitor daxil etmə qurğusu deyil. Monitor xaric etmə qurğusudur. Çünki çıxışa verir informasiyanı. Qrafik planşet, yəni digitizer, yəni asan xidmətdə biz imza atırıq və imzamızı kompüterə daxil edirik. Həmin o nədir? Ya da qrafik dizaynerlər istifadə edirlər, şəkil çəkirlər, çəkdikləri şəkil kompüterə daxil edilir. Nədir? Giriş qurğusudur. Deməli, daxil etmə qurğusu düzdür. TV tuner televiziya verilişlərini monitorda əks etdirən periferiya qurğusudur. Bəli, TV tunerin işi televiziya verilişlərini kompüterə daxil edərək monitorda əks etdirməsini təmin edən bir qurğudur, düzdür. CD-ROM xaric etmə qurğusudur. Xeyr, CD-ROM ya yaddaş qurğusu kimi götürülə bilər, ya da diskovod kimi baxsa əgər, yəni disk oxuyucu kimi baxsaq, onu biz daxil etmə qurğusu kimi götürə bilərik, amma xaric etmə qurğusu kimi götürə bilmərik. Klaviatura daxil etmə qurğusudur, hamının bildiyi bir şeydir. Web kamera xaric etmə qurğusu deyil, web kamera bizim selfilərimizi kompüterə daxil edən daxil etmə qurğusudur. Yəni burada sualımızın doğru cavabı olacaq 2, 3 və 5. Sonra keçirəm növbəti suala. S2, Y6 diapazonunda neçə dənə sətir var? Biz bilirik ki, sətirlər rəqəmlər ilə işarə edilirlər. Yəni 2-dən 6-ya qədər olan rəqəmlərin nə olduğunu tapmaq mənim üçün buradakı sətirləri tapmaq üçün kifayət edəcək. Bundan ötürü 2, 3, 4, 5, 6 kimi saya da bilərsiniz ya da ikinci rəqəmdən birinci rəqəmi çıxıb üstünə 1 gələrək də bu nəticəni asanlıqla əldə edə bilərsiniz. 6 çıx 2, 4, üstə gəl 1, 5. Buradakı sətirlərin sayı 5-ə bərabərdir. Gəldik növbəti və sonuncu sualımıza. Burada hansı, deməli, topologiyada hansı texnologiya istifadə olunur? O sualdır. Deməli, ARCnet şəbəkəsi bilirik ki, A hərfi ilə başlayanlarda ulduz topologiyası istifadə olunurdu. ARCnetdə ulduz istifadə olunacaq. Ethernetdə isə şin topologiyası istifadə olunur. Yəni 2-yə də A variantını uyğun götürmüş olacağam. Halqa topologiyası üçün
Deməli, biz istifadə edirik FDDI və FDDI texnologiyasını. Görürsüz, halqa formasında D hərfi, I hərfi də var burada, FDDI və token ring. Ring də üzükdür axı. Üzük halqa formasında olur axı. Oradan rahatlıqla da saxlaya bilərik. Və salam. Belə. Deməli, biz bugünkü sualların da izahını yekunlaşdırmış olduq. Əgər hər hansısa bir sual sizin üçün maraqlı olarsa, şərhlərdə qeyd etməyi unutmayın. Sağ olun.